Bildiyimiz kimi bugün 28 fevral dərzilərin peşə bayramı günüdür. Bizim də Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Gülçöhrə xanımın iş yerinə gəlmişik. Mən də peşə məktəbinin məzunu və Nazilə müəllimənin tələbəsi olmuşam. Bu gördüyünüz işlər hamısı Nazilə müəllimənin sayəsində öyrənmişəm. Bütün sirlərimi, dərzilik sirlərimi sizə də uğurlar arzulayıram. Bu elə bir peşədir ki, şərəfli bir peşədir. Bunun dərinliklərini yalnız Nazilə müəllimədən yüksək səviyyədə öyrənib, siz daha da yüksək nəticələr göstərə bilərsiniz. Xoş gəlibsiniz. Bax, gördüyünüz bu gözəl milli geyimləri də tələbəmiz Gülçöhrə xanım kirayəsini təşkil eləyir. Hər kimə lazım olsa müraciət edə bilərlər. Bu gündən 28 fevral dərzilərin peşə bayramı günüdür. Bu peşə bayramı gününə görə biz tələbəmiz, məktəbimizin məzunu Gülçöhrə xanımın iş yerinə təklif buyurduq. Bu gündən Gülçöhrə xanımın əl işləri ilə milli geyimlərlə tanış olduq. Həmin milli geyimləri biz əynimizdə də sınaqdan keçirmək xoşladıq.